Mənə birdən-birə dedi ki, xərçəng var səndən. İnanmadım. Sonra oradan getdim başqa bir xəstəxanaya, orada da mənə dedi xərçəng var. Gəldim evdə, inanırsan, bir həftə idi bizdə müsibət idi də, uşaqlar, mən. Doktora zəng elədim, çox sağ ol, Allah razı olsun. Doktor dedi, getmə o birisi xəstəxanaya, mən özüm səni aparata salaram, analiz götürərəm. Gəldim bura, çox şükür, min şükür bu günə də məni sağaltdı, elə bir şey çıxmadı. Xəstə bizə gələndə xəstənin sağlığında böyük şokolad kistası var idi. Çox böyük idi. O şokolad kistasına demişdilər xərçəngdir. Harda demişdilər onu sizə zəhmət olsun. Mərdəkanda, Binədə. Mərdəkanda, Binədə ona demişdilər ki, xərçəng var. Get milli onkologiya, kimya al filan al. Biz burada baxdıq şokolad kistası sözünü dedik. Bizdən sonra xəstə getdi milli onkologiyada da yoxlandı. Milli onkologiyada da gülüb demişdilər ki, sizdə xərçəng yoxdur. Hörmətli professorumuz baxmışdı, Çarmistan doktor. Demişdi ki, sizdə xərçəng yoxdur və xəstə yenidən gəldi bizim yanımıza. Biz onu müalicəyə aldıq, müalicə elədik və hal-hazırdakı vəziyyət heç bir şey yoxdur. Çox sağ olun, Allah sizi var eləsin.